Bir də hər vaxtınız xeyir olsun əziz futbol azarkeşləri. İkincisi də yenidən bir yerdəyik. Bir daha xatırladaq. Yeni Suraxanı stadionunda Xəzər Futbol Liqası 12-ci sezon play-off'un cavab oyunu Beşevlər və Yeni Ramana kollektivləri üz-üzədir. Fasilə Beşevlər tərəfi Türkan təmsilçisi 4-2 hesabı ilə öndə yollandı. Yeni Ramana önündə Mesabda 7-7'li bərabərlik var. İlk oyunda, play-off'un ilk oyununda məhz Yeni Ramana 5-3 hesabı ilə qələbə qazanmışdı. Bir daha xatırladıram, cavab oyunda isə hesab 4-2'dir. Gərək fasilədə edilən məşvərət söhbət nə cür təsir edəcək. Əsas olaraq da məhz hesaba necə yansıyacaq. 8-də birə növbəti mərhələyə vəsqi qazanan tərəf kim olacaq? Bu sualların cavabını irəliləyən dəqiqələrdə artıq biz tapacağıq. Emil İsayev Möhsün Rüstəmov Müqəddəs qarşıladı. Qədimov ekranımızı bəyənək zəhmət olmasın. Müqəddəs Kəndərli Hüseyin ilk hissənin son dəqiqələrində Hüseyin meydana daxil olmuşdu. Sahil Xalidov Vüsal Abbasov Vüsal Möhsün Elmar Əliyev görüşün yekun hesabı belə bitərsə və yaxud Beşevlər 2 fərqlə qələbə qazanarsa penaltilər seriyasına yollanacaq. Qeyd edim, bu arada qayda pozulub mu? Elmar Əliyev də qalıb. Müqəddəs Kəndərli sarı vərəqə gördüm. Rəsmi xəbərdarlıq çoxbudur bir müdaxilə ilə yadda qalır Elmara qarşı. Hər iki oyuncu bu görüşdə fərqlənməyə bacarıb. Müqəddəsin aktivində qol olduğu kimi pasifinə də sarı vərəqə yazılır. Elmar isə artıq ayağa qalxdı. Ekranımızı bir balaca bəyənək. Zəhmət olmasa fasilədə hər zaman yəni bir qədər aşağı inir. Çox yox, bir balaca bəyənək, yəni özünə gəlsin. Sonra deyənək. Standart vəziyyəti izləyəməz. Zərər çəkən özü zərbəni yerinə yetirəcək kimi görünür. 2 nəfərdən ibarət canlı səhv var. Elmarın zərbəsi Qədimova dəydi. Zəkəriyə Elmar Əliyev qarşısında Müqəddəs var. Yenidən bu ikili üz-üzədir. Elmar 2 nəfərin artəsindən topu çıxarmaq Hüseyin. Out. Qədimov. Nicat Qədimov. Mehman Səfərov. Qapıdan zərbə Emil İsayev. Ötürmə ilə başladı Salih Xalidov. Səmti dəyişli Müqəddəs. Yeganla doğru ötürmə gələrmi? Bəli, məsələ ötürmədə Vüsala doğru idi, amma imkanat çatmadı. Əli Yusubov. Surət hesabına bir rəqibini keçsə də Müqəddəsdə ilişdi. Mehman Səfərov. Elmarı biz hər zaman Ateşgahın heyətində izləmişik. Bu görüşdə onu görəndə bir qədər təəccübləndim. Mən artıq maraqlı olan Hacıyev Turalın, Ateşkan kapitanının bu keçid barəsindəki fikirləridir. Zərbə Müqəddəssən. Qafaya çeyrəkdi top, out. Xalidov Müqəddəs Kəndərli Hüseyin topladı. Top Zəkəriyənin əlinə dəymişdi. Cərmə zərbəsi olacaq. Bir ev tapşırığımı gəlir. Xalidov orada Hüseynin zərbəsi.
Top hərəkətdən. Bir qədər müfəssəl bir standart vəziyyət izlədik bir qədər əvvəl. Ev tapşırığı idi bu, amma sələn kimi alınma. Out. Xalidov. Vüsal Abbasov. Nemetov. Əli Yusuf sanki bu ötürmədən xəbərdar idi. Hüseyin. Yeni Ramananın cərmə meydansı səndələrində keçir bu dəqiqələrdə mübarizə. Hüseyin Məmmədov. Qədimov. Elmar çox cəhd şəkildə topa doğru istiqamətlənmişdi, amma belə keçə bilmədi. Mössü. İman Səfərov. Out. Müqəddəs. Xalidov. Mössüm yaxın ki ucunu bağladı. Beşevlərin əmləsi davam edir. Bir qədər Yeni Ramananı müdafiə həbs ediblər bu dəqiqələrdə. Xalidov. Az fərqlə top qapıdan yan keçir. Mössüm. Xalidov qarşıladı. Əli Yusubov. Emil İsayev gözləmirdi bu zərbəni. Hesab 4-2. Beşevlər 4-2 hesab ilə öndədir Yeni Raman önündə. Hesab 7-7'dir. Nasıl ki ilk oyunda Yeni Ramana 500 hesab ilə qələbə qazanmışdıq. Cavab oyununda hesab 4-2'dir. Daha da hatırlatmasını edək. Mössüm Rüstəmov. Elmar Hüseynin müdaxiləsi vardı. Xalidov. Vüsal Abbasov. Vüsal Abbasov. Vüsal Abbasov kapitan. Topu qapıdan keçirdi. 5-2. Bak bu geri dönüş. Bak bu comeback goludur. Mesafda artıq Beşevlərin üstünlüyü var. Xalidov. Sonun məhsuldar ötürməsində gəldi qol. Korner. Bu goldan sonra artıq Yeni Ramana adına həyəcan təbrik çalır. İlk oyunda 5-3'lük qələbə, hal-hazırda 2-5 geridədirlər. Qədimov texniki zonada edə bilərəm deyə düşünür. Üzündən anlamaq mümkündür. Elmar Əliyev. Xalidovun müdaxiləsi, onun pasivində sarı vərəqə var. Onun pasivində sarı vərəqə var. Xalidova məhz bu son xəbərdarlıq edir. Daha bir toxunuşda deyim, hətta sadə bir toxunuşda, daha bir qayda pozuntusunda o ikinci sarıdan qırmızı vərəqəyə görəcək və texniki zona yolladı. Amin Nəbiyev onu əvəzlədi. Cərmə zərbəsini izləyir Elmar Əliyev. Topun arxasında 2 nəfərdən ibarət canlı səddi qurulub. İşarə gəldi. Zərbə! Canlı səddi yardı, amma Emil İsayevdən keçid yoxdur. Real goldan xilas etməyi bacardı. Elmar Əliyev. Elmar. Mina
Anlıq top özünə əl buraxmışdı. Səhvini düzəldir Zəkəriyə Yusubov. Müsal. Eminov təşəkkür. Minnətdaram. Ekranımızı bəyənək dostlar, qardaşlar. Beni sevlərimizi ataq. Yeni gələnlərimizi xoş gördük. Rəşadət. Quliyev yaxşı irələdi. Rəşadət! Salın da bir əmləsi vardı, amma topu çərçivəyə yönəldə bilmədim. Cavidan Yusubov. Təşəkkürlər beni sev üçün, minnətdaram. Elmar. Hüseyin qazandı Məmmədov. Eman Səfərov Şığıyır rəqinin üzərinə out. Müsal Abbasov. Amin Nəbiyev. Çalışdıqları qədəri ilə topu öz nəzarətlərində saxlamaq, aşağı salmaq istəyir məhz Beşirlər tərəfi. Abbasov. Meyman Səfərov. Topsuz müdaxilə. Burada Müqəddəsə qarşı qayda pozulub. Müqəddəs tərəfindən bu alqış isə görünür ki, məsələ referinin ədalətli qərarına idi. İstehza deyildi. Müqəddəs Kəndərli özü zərbəni yerinə yetirəcək. Məhz mərkəzdən də yerdən bir kanıtı qeyri-dəqiq yerinə yetirildi. Mösüm Rüstəmov. Yusubov. Təxmin olaraq 12 dəqiqə. Kifayət qədər vaxt var. Hesabda fərqi minimumdadır. Nəticə barəsində danışmaq hələ ki tezdir. Müqəddəs bir qədər ayaq saxladı. Yusubov, Zəkəriyə. Oradan Nəhmətovla mübarizə aparır. Out. Zəkəriyə Bibli. Elmar Əliyev. Elmar yayını rəqibindən ayaq saxladı. Fake attı. Elmar. Dərbədə kesit verilmədi. Cavidan Əhmədli. Çönə bilmir. Müqəddəs. Heç səs toxunmadı Möhsüm. Zəkəriyə. Bir qədər kör təbii əmlələr izləyirik. Bu arada taymat istəyib Beşevlər adına. Bir qədər dinclərini almaq istədilər. Ekranımızı bəyənənlər var olun, minnətdaram. Bəyənək, paylaşaq, suallarınız olursa çəkinmədən yazın. Mən də cavablandırmağa hazıram. Varsa sualınız fasilə ikən yazın. Təxmin olaraq görüşün bitməsinə 10 dəqiqə. Çox sağ ol, sən necəsən? Bu 12-ci sezon play-off'un cavab oyunudur. Bununla paralel 14-cü sezon gedir və artıq bir həftəyə 13-cü sezon başlayacaq. Bunu da xatırlatmasını edək. 13-cü sezonun Pro Liga adlanacaq. Xəzər Futbol Liqasının 3 iliyinə həsr olacaq. Bir qədər limitlər fərqlidir. Adından da gördüyü kimi bir qədər Pro Liga adlanacaq. 14-cü və 12-ci sezon tam vəsiyyər turnirdir. Yeni gələn bir daha hər birinizi xoş gördük.
Bəli, cavab oyunudur. 12-ci sezon play-off'un cavab oyunu Beşevlər və Yeni Ramana komandalar üzrə hesabda Beşevlər 8-7 öndədir. Hansı ki ilk oyunda bu meydanda bu arenada Yeni Ramana 500 hesabı ilə qələbə qazanmışdı. Bu görüşdə isə Türkan təmsilçisi Beşevlər 5-2 hesabı ilə öndədir. Elmar Əliyevlə məhz Yeni Ramananın yenəmləsi Cavid Al. Cavidanın bir dəqiq ötürməsi Elmarın reaksiyası. Ne qədər əsəblərini cilovlaya bilmədi. Korner. Müqəddəs yerlə zərbə Müqəddəs və gol! Müqəddəs İskəndərli. Altı iki. Taymatdan golla qayıtdılar. Mesa arasındakı fərqi artıq 2-yə yüksəldi. Nehmetov. Tavan itirməsi Vüsal oynadı. Abbasov. Səmti dəyişmək olar. Vüsal. David dirəyə dəyən top. Mösüm. Yoldaşlarını önə səsləyir. Zəkəriyə Bebli Neymətovun əmləsində itirmədi. Burada Müqəddəsin bir müdaxiləsi var idi. Az qalsın avtogol qeydə alınacaqdı. Korner. Artıq oyuncularda yorğunluq da hiss olunur. Mübarizə etab gətirmək onlar üçün artıq çətindir. Məhz bu epizod üçün bir xatırlatma edək ki, xətən top oyuna daxil edilən zaman xətənin istiqamətdə top hərəkətləndirmək olar. Amma köklən zərbə zamanı korner əsasında top tam olaraq korner xəttinə toxunmalıdır. Əks təqdirdə məhz bu epizod olduğu kimi qapılan zərbə təyin olunur. Rəşadətlə Beşevlərin yenəmləsi önündə qaldı. Rəşadət. Son çatda zərbə indirmək istəmədi. Zənimiz orada təsis davranmaq istəmədi. Məhz ötürmə verirdi. Qarşılaşmada son 5 dəqiqə. Hesab arasındakı fərq 2-yə bərabərdir. Vüsal Abbasov Cavidan şığıyır onun üzərinə. Top meydanda saxlama bacardılar Amin Nəbiyev. Var ötürməsi keçmədi Elmar. Nəbiyev burada topa deyil də rəqibin ayağına zərbə indirdi. Çobudluq var idi. Bəlkə də Yeni Ramana adına bir qədər əvəz etmələr uğurlu alına bilər. Mehmet Səfərov Asif Səfixanlı texniki zonadadır. Elmar bu bir ev tapşırığıdır. Cavidanın zərbəsi Emil İsayev. Xeyr, oynamayıb. Mekan həftənin birinci günü mübarizə apardı. Və bu oyundan sonra Elnur xatırlatmasını etdi. Yeni Suraxanı stadionu.
Müqəddəs yerdə qalıb. Heç şey yaxşı görünür olanlar. Ədalət təmsilçisi sağdan Qədimova göstərdi. Out. Cavidan. Cavidan Əhmədli. Elmar Əliyev. Elmar Əliyev itirdi Rəşadət. Abonun ötürməsi Sahil Xalidov. Vedat Tələsmir. Emil İsayev. Müslüm top əlindən buraxdı. Vüsal! Gel, problem yok, gel. Vüsal Abbasov sarı vərəqə gördü. Orada deyəsən qeyri-etik ifadəyə görə məhz Vüsal Abbasov sarı vərəqə görmüşdü. İndi tam dəqiq xəbəri hakimdən alacağıq. Fəqan. Qeyri-etik ifadəyə mi? Müslüm Rüstəmov. Cavidan. 2 dəqiqə yarım. Son qarşılaşmada 2 dəqiqə yarım. Rəşadət. Alma bacardı. Müqəddəs özünü göstərdi Rəşadət. Sahil. Müqəddəs Kəndərli. Xalidov. Korner. Rəşadət başla zərbə. Müslüm. Keçid vermir. Real qoldan xilas etdi. Dəqiqələrdə yeni Roman adına ən yaxşı mübarizə aparan oyunculardan biri və yaxud elə birincisidir. Eyvan Səfərov. Müqəddəs. Meymal. Möhsüm üçün vaxt topu Möhsüm. Vaxt tükəndir artıq. Məhz bu gedişat, bu senari Beşevləri növbəti mərhələyə daşıyır. İlk oyunda 3-5 məğlub olmuşdular, amma cavab oyununda hal-hazırda 6-2 öndədirlər. Yenilərimizi boş gördük. Bəli, oynayacaq. Qarşılaşmada son dəqiqə. Rəşadət, Xalidov. Ötürmək keçmədi. Mehman Səfərov. Elmar Əliyev. Elmar. Qədimov. İkinci nişan aldı, alınmadı.
Elmar. Referi qarşılaşmanı bitirdi. Maraqlı mübarizə izlədik. 5 evlər 6-2 hesabı ilə qələbə qazanır. Mən bu hesaba görə növbəti mərhələ vəsqə qazanan tərəf onlardır. Hər iki komandaya uğurlar arzu edirik. Sağ olun, salamat qalın.